Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Hər birinizi xoş gördük kanalımda. Dostlar, dünənləri yəni ayın 5-i tarixində, bugün ayın 6-sıdır. Bu videonu yəqin ki 8-i və yaxud da 9-u atacağım, amma yenidən çəkirəm sizləri. Bu işi axşam video paylaşdım sizlərə. O videonun yorumlar qismində, çünki video daha öncə çəkilmişdi. Ördəklərimizin 6 dənəsinin oğurlandığını, yəni itdiyini dedim. Zaten bilirsiniz ki daha önce de bu Macar cinsi olan ördəklərimdən iminli budlardan 2 dişi və bir erkeği de daha uğurlanmıştı. Zaten kimin de uğurladığını bilirdim. Dəfələrlə canlı yayınımızda gölün ətrafında var elə bir insan. O tərəfə gedən zaten hamı bilir, burada yaşayan hamı bilir ki onlar elədirlər. Çünki o tərəfə gedən heyvanın heç biri geri qayıtmır. Qısacası onların zaten uğurladığını bilirdim. O 3 dənə idi, üstünə düşmədim çox da. Amma bu 6 dənə idi və həqiqətən çox əsəbləşdim. Çünki ikinci dəfə yaşanan bir hal idi. Təbii ki, o 6 dənə ördəyi orada qoymadım. Zəng elədik, onlarda olduğunu zaten bildirdik. Dolay yolla da olsa, yəni sizdə də bilirik, ördəkləri verin kimi bir mənada bir söz dedik. Təbii ki, ilk öncə yox, bizdə olmaz, bizdə öyle ördək yoxdur, bizim için ördəklərdə yoxdur, və yaxud da heç ördəklər yoxdur, bizim həyətdə ördək yoxdur deyirdi. Daha sonra polislə filan biraz qorxutduqdan sonra hə bizim damın dalını demişlər, görməmişik kimi bir şey söylədilər, amma bu ördəklərin onların gedib damın dalına çıxma kimi bir şansı yoxdur, təəssüflər olsun ki. Yəni qısacası uğurlanmışdı, zaten bu hamı bilir. Bir şey deməyəcəm, əlavə bunun haqqında çox şey danışmayacağım. Hansı ördəklərimiz getmişdi axşam dostlar? Bu 3 qaralar, yəni 2 dişi qaralaqlılar, bir də ağ, daha sonra o erkeğimiz, sonra bu dişimiz getmişdi. Bir də son qalan Macar cinsi. Ən çox da bunu üzülürdüm. Çünki uşaqlar son təmiz qan Macar cinsin bu qalıb. Yəni bir budur, bir də bunun anası qalıb. Anasının başında ağ var. Macar cinsi daha, amma biraz başında ağ vardı. Ona görə şey demirəm bu, amma əsl tam olaraq Macar cinsidir də. Bu qalıb deyə bunun itməsini heç istəmirdim də. Yəni çox üzülərdim ördəyim istəyirdi. İndi hal-hazırda burada bir dənə ağ erkək yoxdur. O da balaca ördəklərdən göldədir. Qıraqda idi, amma çıxmadığını çox da önəmsəmədim. Çox şükür Allaha kimi heç birini kəsmədən, heç birini satmadan. Yəni bir gün falan gözləsəydik, əmin olun ki, ördəklərin heç biri qalmayacaqdı. Ya kəsiləcəkdi, ya satılacaqdı. Çünki elədir. Amma şükür Allaha ki biraz tez davrandıq və ördəklərimizi tapdıq, getdik. Elə əslində gecə ilə gətirdik ha. Yəni çox geç saatlardaydı. Artıq ördəklərimizi getdik, gətirdik, həyətimizə saldıq. İndi deyirsiniz ki, uşaqlar yazan var ki, ördəkləri gölə buraxmaq çox itki verir səndən. Uşaqlar, ördəklər mənə verdiyi itkidən daha çox qazanc verir. Məsələn, o günləri bu balaca ördəklərim var. Onlardan birisi ki, 7 dənəsi göldə qaldı və biri səhər gəlmədi. Getdim, bu orada qalmışdı, qonşunun orunda qalmışdı. Yadımdan çıxıb baxmamışam ki, o yoxdular da, onlar yoxdular ördəklərin içərisində. Axşam çıxıb biraz qarşılığı olmuşdu. Yadımdan çıxmışdı baxmağa. Və səhər getdim, gördüm o hazır gölün qırağında, Norun qırağında ördək tükü var. Yəni bildim ki, mənim ördəyimin bir dənəsi nəsə tutub. Çünki normal haldır. 7 dənəsi çöldə qalıb, birinin də çaqqalımı tutub, tülkümü tutub, çöl pişiyimi tutub, nəsə belə bir şey tutub yeyib də. Bu normal haldır. Yəni mən heç vaxt o göldə itən, nəysə yeyən heyvana o qədər də heyfsilənmirəm. Təbii ki, heyfsilənirəm, çünki hamısına zaten əziyyət çəkirik. Əlavə olaraq da məsələn bizə görürsünüz ki, sevdiyiniz heyvan, cins heyvanınız itəndə insan lap pis olur. Amma yenə də bir şey var ki, yəni bunu tutub da mən ördəklərimi gölə buraxıram, oradan təbiətdən qidalanırlar. Daha kök olurlar. Yəni verdiyim yemdən ekstra da oradan qidalanırlar. Tükləri təmiz olur, çimirlər, cütləşmələri daha yaxşı olur. Çünki ördəkdir, qazlı suda daha yaxşı cütləşə bilirlər. Yəni cütləşdiyində yumurtaların mayalı olma ehtimalı artır göldə və yaxud da ki suda cütləşdikləri vaxtı. Ona görə mən əgər oranın xeyrinə görə ora buraxıramsa, orada bir dənə, 2 dənə il boyu mənim heyvanın itməsi məni o qədər də yandırmır. Amma bu insanlar uğurlayanda həqiqətən məni çox yandırır ki, çünki zaten 3 dənə heyvanımı uğurladım, yedim, o heç, onu bildim, o getdi. Bu 6 dənəsini birdən niyə uğurlayırsan bunun axı? Əziyyət çəkirəm mən bunun hamısına. Qısacası şükür Allaha kimi heyvanları tapdım. Çünki bilirəm ki, bunun mənə sual verənlər olacaqlar. Sizlərə əslində bir video çəkmişdim. Hündüşkə toyuq kıyaslaması etmişdim. Yəni hündüşkə mi daha sərfəlidir, toyuq mu daha sərfəlidir? Amma o videonu biraz gözlədib əvəzinə bu ördəklərlə bağlı olan videonu sizlərə paylaşmaq istəyirəm ki, sizin də xəbəriniz olsun ki, yəni ördəklərimizi şükür Allaha kimi tapdıq. Heç bir şey olmadı. Əslində mən elə bilirdim 3 dənə erkək bir dənə dişi itib, amma ördəkləri axşam burada o əsəbinə səhv saymışam. Ona görə erkək yox, dişilərdən
Elə bir necə deyim sizlərə, 2 dənə erkək, 4 dənə dişi itirmiş. Yenə qısacası dediyim kimi şükür Allaha kimi heyvanları tapdıq. Hamısı həyətdədirlər, sağ-salamat. Onu sizə bildirmək istədim. Bu videomuzda elə bu həm ördəkləri göstərdim, digər qalan qismində də heyvanların son vəziyyəti haqqında məlumat vermək istədim. İndi keçək digər heyvanları da göstərim sizlərə. Heyvanların son halını göstərərkən uşaqlar bunu göstərmədən olmaz. Quban ətli cücələrimizdən sadə bir dənəsi qalıb. Bilirsiniz ki, son kəsimdə sizə çəkib göstərmişdim ki, 4 kilo 800 ördək quban cücə idi, üzr istəyirəm. Ondan 3 kilo 600 neçə qram əti çıxdı, təmiz əti çıxdı. Onu çəkib göstərmişdim. Daha sonra qalan bir dənə də cücəni kəsdim. Onun da təmiz əti uşaqlar 5 kilo 200 qram idi. Onu da deyim sizlərə. Bunu çəkməmişəm, amma bunun da elə çəkisi təxmini o qədər var. Bunu da inşallah artıq son olaraq sabahları kəsəcəyik ki, bunlar bitsin. Çünki həm də tək qalıb deyə bunu çox gözləmək niyyətim yoxdur. İndi inşallah bunu da sabah kəsəcəyəm. Bəlkə ola bilsin sizlərə bunun haqqında da bir video çəkib onu da növbəti videolarda göstərərəm. Maşallah olsun, bu da böyüyüb artıq. Belə. Bu da hündüşkalarımızın son vəziyyəti. Düzdür, hündüşkaları bu axır videolarda demək olar daim sizə göstərməli oldum. Bir neçəsi də orada var, dava edirlər. Göstərməli oldum, amma hündüşkalar bilirsiniz ki, dekabrın axırı hamısı gedəcəklər zaten. Sadəcə damazlıqlar qalacaq. Ona görə elə bu görüntü gözəl olmuşkən, hamısı burada olmuşkən istəyirəm maksimum dərəcədə bundan yararlanım. Maksimum dərəcədə sizə bunları göstərim inşallah. Belə qəşəng görüntü varkən dedim göstərim. Orada da dava edirlər hündüşkalar biraz. Bunların da son vəziyyətləri bunlardır. Dediyim kimi yem verdi. Yemdə bunları bilirsiniz ki, qarıqdalıdır, bir də arpadır. Hal-hazırda onu verirəm. Ördəklərimiz də burada qəşəng üzürlər. Göstərim sizə onları. Bu öz gölümüzdür. Ördəklərdən də deyirsiniz ki, itməməsi üçün uşaqlar buranı çəpərlə birazın. Mən zaten bunu daha çox o məqsədlə qazmışam. Yəni ördəyim qazım öz həyətimdə gəzsinlər. Bilirsiniz ki, bu gölüm mənim öz gölümdür, öz qazdırmışam. Bura biraz davam edir, amma bunun hələ orada qazılmalı işləri qalıb. Həm o bitsin, həm də biraz bura pul daha çox lazımdır. Bunun bütöv ətrafı çəpərlənəcək və sadəcə ördəklərim artıq o böyük gölə yox, sadəcə öz gölümdə üzüb, burada da bu həyətimdə də gezəcəklər. Yəni bu bağçanı da sırf ördəklərə, qazlara ayıracağam. Yəni orada göldə üstünlər, burada da otlasınlar, qapıda qalsınlar. Heç yerə getməsinlər. Hündüşkaların da belə aktiv vaxtlarında istəyirsiniz görmək. Ona görə biraz da videonu uzatdım ki, görəsiniz belə dava edirlər, nə bilim. Xoruzlar bilirsiniz də bu vaxtlar özlərini şişirdilər. Çünki yetkinlik yaşına çatıblar artıq. Ona görə aralarında bəzən liderlik davaları gedir. Lider hansıdır onu seçmək üçün. Hələ ki 3 dənə yaxşı erkək var içində uşaqlar qaralardan. Bir dənə də o boz kimi var, ha odur. Hələ ki belə dava gedir. Uşaqlar, bunlar da bizim qırd toyuqlarımızdır. Ayırmışam. Əlavə olaraq xoruzun birində bunların içine attım. Ağlıma gəldi ki, bəlkə içəri xoruz atsam bunların tez ayılmanı yəni daha tez ayılarlar da. O cür ona görə xoruzu da bura atmışam. Bura bilirsiniz ki, ördəklərin yeridir. 4 dənə qırd toyuğumuz var. Əlavə olaraq da hələ 1-2 dənə də qırt eləyən var. Yəni yatmaq istəyən var. O toyuğu bilirsiniz ki, uşaqlar tez ayılmışdım. Bax sizə deyirdim ha, keçən videolarımdakı Brahma ilə qarışıq toyuğum var. İri toyuqdur, yaxşı toyuqdur, qəşəng də bala saxlayır. Amma yumurtamağa gəldikdə uşaqlar mənə il boyu elə 120 yumurta versə həmin. Çünki necədir, yəni xasiyyəti yumurtaya düşdü, yumurtaya 5 dənə, 10 dənə qırt yatır. Yəni çox təsadüf halda o məsələn bir ay boyunca dayanmadan yumurtayar da. Yumurtada 5 dənə, 10 dənə, maksimum 20 dənə yumurtaya düşür. 5 dənə, 10 dənə yumurtaya düşür. Onu təzə ayırmışdım. İnanın dostlar, 7-8 yumurtada ya yumurtamadı. Təzədən qırt düşdü. O sarı toyuqdan gedir söhbət. O Brahma ilə qarışıqdır. Biraz da yaşı çoxdur. Çünki toyuqlar biraz da yaşı artdıqca, yəni yaşca biraz böyük olduqca qırtlama ehtimalları daha çox artır da. Məsələn, bu il saxladığınız fərələrdə qırtma ehtimalı biraz az olur. Yaş ötdükcə, yəni toyuqların yaşı artdıqca daha çox qırtlaya bilirlər, qırt yata bilirlər də. O da eləncə bunları da ayrı salmışam bura ki, ayılsınlar. O xoruzu da bugündən, yəni dünən axşamdan əslində atmışam yanlarına ki, bəlkə yanlarında xoruz olsa cütləşərlər filan daha tez qırtdan ayrılarlar. Çünki mənə lazımdır ki, bunlar qırtdan ayrılıb yumurtasın. Bu vaxtı mənə qırt toyuq lazım deyil. Soyuq aylarda mən neyəcəm, o düzəni harda saxlayacam? Xərci borcunu ödəmir. Çünki istiliyə xərclədiyim xərc bunu heç qarşılamır da. İstiliyə çox xərc gedir bu aylarda.
balacaları da size göstermek istedim uşaqlar. Həm də demişdim erkək ördək bunların içərisindədir. Bu erkək ördək uşaqlar nədənsə o birisi digər erkəklər bundan daha böyük olduğu üçün bunu döyürlər biraz. Ona görə onların arasında çox görürəm ki, gəzmir. Ya tək gəzir, ya da artıq görürəm ki, 1-2 gündür bunlara qoşulur, bu ördəklərə qoşulur. Bunlar haqqında sizə son məlumatı. Buranın zibiliyinə baxmayın uşaqlar. Burada elə böyük bir zibili yoxdur. Yəni var əslində. Məsələn bu ağaclar filan da bu qamışlar hər qış ayında yandırılır. O yandırılanda gedəcək. O saman kimi şeylər, toyuqların yerindən çıxan samanları da gətirib tökdük bura. Onlar peyinə qarışıb gedir bir-iki dəfə yağış olduqdan sonra. Bu daşlar zadlardır uşaqlar. Bizim evimiz burada köhnə evimiz var idi. Onu sökdürəndə daşın filan məcburən tam bir qismini daşıtdıra bildiyimiz daşıtdırdıq, amma bir qismini də bura tökdük. Çünki daşıma xərcləri də çox çəkirdi. Ona görə də burada biraz təhlükəsiz kimi görüntü var. İndi ona görə üzrü sayarsınız. Ona görə məni qınamayın qısacası. Bu bunlardan gəzir artıq. Bunlar da bizim ən balaca ördəklərimizdir. Bunlar hardasa kanalında uşaqlar videosu var. Hardasa 2 ay yarımlıq filan olarlar artıq. Təxmini 2 ay yarımlıq filandılar uşaqlar. Kanalımda videosu var. Yəni ilk çıxan videoların kanalımda paylaşmışam. Hardasa ikinci ya da üçüncü videomda. Məncə ikinci videom olmalıdır. Paylaşmışam. Bunlardan da uşaqlar birinin ayağı tutulmuşdu. Səhv etmirəmsə bu ördək idi. Əslində tam olaraq ayağı tutulmadı, amma gördüm yeriməkdə çətinlik çəkir. Elə olanda bir də görürsünüz ki, qəfildən ayağı tamamilə tutula bilir. Ona görə gölə buraxmadım. 2 il onu 2 il nə idi? 2 gün bağlı yerdə saxladım və onlara deməli şey verdim. Ona ultraseptol verdim, sonra oksitetraskilin verdim. Yəni bir gün səhər ultraseptol verdim, axşam oksitetraskilin attım. Sabah səhər oksitetraskilin attım, axşam da boğazına sirkə tökdüm. Maşallah olsun ki, düzəldi. Artıq onu da açıb buraxmışam. 2 gündür də açıb buraxmışam. Bunlarla gəzir. Sizə videosunu çəkəcəkdim, amma təəssüflər olsun ki, həm yadımdan çıxdı, həm də xəstəlik dönəmimə düşdü biraz. Yəni dedim ki, artıq çəkərəm, bugün çəkərəm. Onda da xəstələndim deyə çəkə bilmədim sizlərə. Zaten elə böyük bir şey yoxdur. Ördəklərdə bilirsiniz ki, ayaq tutulma olur. Bu qarnı getmədən olur və yaxud da ki, başqa nədirsə bunun səbəbləri, inanın mən də çox bilmirəm, amma bilirəm ki, qarnı ağrıyanda, bilməyəndə. Çünki ördəyin və qazın qarnı ağrımasını biraz bilmək çətin olur. Çünki toyuqdur, bilirsiniz ki, qarnı ağrıyan kimi arxası tükü batır, bilirsiniz. Hündüşka da yenə gözünüz üstündə olur, həm onu da tükü bata bilir, həm də görürsünüz ağ gedir, bilirsiniz. Ördəklər məndə elədir ki, günün çox hissəsini zaten göldə və yaxud da gölün kənarında olurlar. Bir səhər görürəm onları, bir axşam görürəm, bir yerində ağ nəcis görsəm görürəm. Onda da hamısı bir yerdə qarışırlar. Yəni nəcis ağ olsa belə gəzirlər deyə batır gedir də, o hiss eləmirəm. Ancaq yem yeyəndə filan eləsə görərəm, onda da çox vaxtı görmürəm. Ona görə biraz gez bilirsiniz qarnın ağrımağın, o da ayaqlarının tutulmasına səbəb olur. Bu ağ erkəyi də uşaqlar damazlıq yəqin ki saxlamayacağım. Çünki həm çox zəifdir. Zaten bilirsiniz ki, bunu əmimgidən gətirmişəm, özüm saxlamamışam, mənim deyil. Dişi biraz özünü tutdu uşaqlar. Yenə cırdı olsa dişini saxlayacağım. Amma bu erkəyi saxlamayacağım. Ağ erkəyi də axtarıram. Amma bizim rayonda çox xəstəlik var uşaqlar. Bilirəm ki, bazara çox xəstə heyvanlar gətirirlər. Ona görə bazardan gedib heyvan almağa ürək eləmirəm. Amma belə internetdə, TikTokda, orada burada da ağ erkək ördək, yəni lal ördək satan insanların satışını görürəm. TikTokda filan çox canlı yayın açır elə insanlar. Satışını görürəm, almaq istəyirəm, amma o da saatliyə göndəriş edə bilmirlər. Ona görə ala bilmirəm. Belə dostlar, bu videomuzda bu qədər. Like atıb abunə olmağı unutmayın. Yorum da yazsaz mənim çox sevinirəm. Xahiş edirəm videolarımızda sonuna qədər izləyin. İnşallah sizə daha gözəl videolar paylaşacağım. Sağ olun, salamat qalın.